Ölkədə 17 məscid vardısa, bugün onların sayı 2050-yə çatıb. Məscidlərlə yanaşı kilsə və sinagoglar da inşa olunur, təmin edilir. Ağdamda dini və mənəvi dəyərlər mövzusunda keçirilən tədbirdə bu barədə məlumat verilib. Ağdamda dini və mənəvi dəyərlər adlı tədbirdə Ruhlar şəhərinin sakinləri filminin təqdimatı olub. Filmin ssenari müəllifi millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, ekran əsəri hazırda Ruhlar şəhəri adlanan Ağdama, Qarabağ faciələrinə əsr olunub. Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə xalqımızın milli mənəvi dəyərlərindən, Azərbaycançılıq ideologiyasından, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Bildirilib ki, dövlət müstəqilliyinin ilk illərində ölkədə 17 məscid var idisə, bugün onların sayı 2050-yə çatıb. Məscidlərlə yanaşı kilsə və sinagoglar da inşa olunur, təmir edilir. Dini icmalara maddi yardımlar göstərilir. Sənan Həsənoğlu, Günel Qasımova, xəbərlər. Dövlət Sərhəd Xidmətinin